Amerikada Honda avtomobillərinin təzə və işlənmişlərin qiymətlərini gəlin bir yerdə öyrənək. Dostuma avtomobil almaq üçün gəlmişik Honda mərkəzinə. Ən sevdiyim tərəfi isə bütün avtosalonlarda gələndə bax belə bayrağı burada görürsünüz. İlk öncə parkingindən başlayayım ki, burada hər cür avtomobil var. Çünki cəmaət gəlir ən çox treydə və yeni avtomobili götürür gedir. Burada misal üçün istədiyiniz kimi Toyota'nı da, Kia'nı da ikinci əllərini görə bilərsiniz. Yağış yağdığı üçün gəlib olan qiymətini görə bilməyəcəm. Amma sizə indi içərdən sıfırların qiymətini göstərəcəm. Yəni 0 kilometr getmiş avtomobillər neçə olur. Elə ilk öncə Honda'nın təzə modeli var. İstəyirəm onu sizə göstərim. Avtomobil Prelude adındadır. Honda Prelude. 2 qapılıdır. İçərisi bax belə görünür. Öndən də görüntüsü bax belədir. Bir balaca Porsche kimi göstəriblər. Yəni Porsche kimi dizayn veriblər. Gəlin qiymətini də göstərim sizə. Deməli, ana qiyməti, əsas qiyməti 43.650 dollardır. 44 MPG, yəni çox qənaətçil avtomobildir. Honda Pilot gördüyünüz kimi canavar avtomobillərdəndir. Belə qiyməti neçədir? 54.445. Bu da içidir. Bax belə biraz genişli, düzdür, 7 nəfərlidir və gözəl sunrufu var. Burada da belə bir dənə yoxlayaq da, bəlkə pulza çıxdı. Təbii ki, bu qiymətlər yəni faizsiz qiymətlərdir, nəqd alış qiymətlərdir. Bunların bir də krediti olur. Bu da Honda Prologue'dur, elektrikdir. Boston'da yaşayan uşaqların hamısının aldığı maşındır. 14.000 dollar endirim söhbəti var. 49.000-dən başlayır. Neçədir? 51.450 dollar. Pis maşın deyil, sürmüşəm. Yəni belə də bəyənmişəm. Amma yenə də bir Mustang deyil. Bu da Honda'nın ürəyi CR-V. Neçədir bu da? 41.675. Bu CR-V-nin istəyirəm içini göstərim. Təzələridir, 2026-dır. Burada belə telefon qoymağa yeri ən əsas qəşəkdir. Pis deyil, sunrufu da var, amma bir dənədir. Yaxşı maşındır, yəni kreditlə alınacaq maşınlardan biridir. Honda'nın bir dənə üstünlüyü odur ki, daha rahat kreditə verirlər, daha tez əldə edə bilirsən. Ona görə bir çox insan Amerikada Honda'ya üst tutur. Əslində Amerikada maşın almaq o qədər də çətin deyil. Bu da Civic. Deyəsən bu özəl modeldir, nədirsə, içi qırmızı salon zat. Bir dəqiqə. Civic Type R. 49.000. Dəyər yoxsa yox, onu bilmirəm, amma pis maşın deyil. Pis maşın deyil, sport gedir, hə? Sport R. Gözəldir. Hops. Bunun içi açılmır uşaqlar, içinə belə baxacaq. Salonu qırmızı. Niyə açılmır bilmədim, yəqin qorunur da zədə verərik deyə. Bu da arxa hissəsi. Belə, burada da cəmaət gəlir, gözləyir və kreditdə salırlar, gedir, bir gözləmə zalıdır. Bir də burada HR-V var. Bu maşındır. 29.000-də bunun qiyməti idi. Gözləmə zalında bax belə kofe də verirlər. Burada hər şey var. Aparatlarına qədər nə istəyirsiniz gəlib içə bilərsiniz. Havaydır. Aşağı yuxarı 72 aya bölüb bütün avtomobilləri demək olar ki satırlar. Bir kredit skorunuza baxırlar, bir də çalışırlar ki down payment alsın. Vermək istəmirsə gərək kredit skorunuz yüksək olsun. Maşını trade eləsəz, əsas borcunuz az qalıbsa, yenə də down payment verməyə bilərsiniz. Amma belə də 3.000, 4.000 alırlar. Ortalama aylığı da 600-700 dollara düşür. Yəni məncə Amerika üçün sıfır avtomobil üçün pis deyil. Bəs siz bu 600 dollara 72 aylıq avtomobilləri alarsınız yoxsa yox? Özünüzdən müğayət olun, kanala abunə olub videoları da bəyənməyi unutmayın.